39. Hamıya salam, sabahınız xeyir. Bugünkü vlog avtobusda girməyə girdik. Çünki bugün mitinqlərim çoxdur. Demək, diyet konsultasiyası olacaq və body composition əsasında bizə sağlam vərdişləri də məsləhət görəcəklər. Nə kimi sağlam vərdişlər eləyə bilərik, sağlam həyat tərzinə uyğunlaşmaq və mental sağlığımızı yaxşı saxlamaq üçün. Yəni bu görüş əslində bu haqda olacaq. Mitinqlərim təzə bitdi. Saat uje 12:19-da. Bayaqdan mitinqdəyəm. Saat hardasa 8-dən mitinqdəyəm. İndi gedək sizə juice falan göstərim, başqa şeyləri. Bayaq göstərdiyim şey sokları çəkilən yerdir, meyvə şirələrinin çəkildiyi yerdir və hardasa 1 saata falan bizim body composition bayaq dediyim kimi bədən analizi falan olacaq. Bu eşarlar niyə belə ay qəhrəman! Ərifətlər. Eşara girdim, bir şey soruşmadı. İş profili haqqında bir şeylər soruşacaqdım. Niyə belədilər? Qəribə attitude. Ne bileyim valla. So that's your weight, 94.3 kilograms. So comparing that to your height, your BMI index, do you know what's that? Yeah, I know. Okay, so your BMI index is like 31.3. So that means that you are obese. Yeah. Okay, so that's B. Millət, bilmirəm 5-ci, 6-cını içirəm. Bayağı dadlıdır. 5-6 dənə çeşid var idi. Orada təzə şeylər öyrəndim. Məsələn, çəki azaltmaq üçün gündəlik kalorim 2500 hesablandı mənim üçün. Halbuki mən ağlımda 1700 falan tutmuşdum. Yəni mənim üçün çox böyük bir şok oldu deyə bilərəm. Yəni gözləmirdim. Sonra da metabolik yaşımın 39 oldu. Yəni biraz yaxşı deyil. 39'du. O da əsasən çəkimə görədir. Çünki hardasa o yağ var. Yağım çoxdur belə deyək. Amma məşqə başlamışıq deyə çox da yəni uzun bir aradan sonra məşqə başlamışıq deyə gözlədiyim bir şeydi, yəni təzə bir şey olmadı mənim üçün. Amma 83 kiloda, yəni bundan qabaqki da, yəni məşqə buraxmamışdan qabaqki kilomda olsaydım daha yaxşı nəticələr əldə edə bilərdim məncə. Buna da okey. Millət, deməli bu bədənimizi yoxladıq və mənim obez olduğuma qənaət gətirdi. Həmin qadın, analiz eləyən qadın və mənim kilom 94.3 kilo çıxdı. 94 kilonun 67 kilosu muscle-dır, əzələdir. Buradakı xətt bura minus 0, bu da plusdur. Mən plusda olduğuma görə burada əzələmin çox olduğu anlamına gəlir. Yəni əzələ
əz kütləsi çoxdur. Ona görə bu yaxşı belirtidir və bu məşqlərimin də yaxşı sonuçlar verdiyini göstərir mənə. Və ən önəmlisi mənim gündəlik kalori. 2116 kalori xərcləyir mənim bədənim. Amma mən gündəlik beynimi işlədirəm, işləyirəm, gəzdirirəm və bu kalori təbii ki qalxır. O hesabladı mənim üçün. Mənim gündəlik ehtiyacı olan kalorim 2750-dir və mən 2750 kalori gündəlik qəbul etsəm, heç bir aktivite eləməsəm, onda mənim kilom stabil qalacaq. Yəni həyatıma normal davam etsəm, heç bir məşq eləməsəm və 2750 kalori saxlasam, mənim kilom normalda qalacaq. Amma if I am doing gym, she said that to be stable, I should be on 3.1k. And 5 times gym plus cardio. Oh my god, it's a lot. Like no, push, pull, leg, off, cardio. One eternity later. Push, pull. Because if you have 5 times the gym plus 1 time cardio, it's 6 days. So you have just One one day. rest day in a week. Where is this receipt? Ha. Metabolic age. Yes, metabolik yaşım millət 39. No. Say 39. 39. Eşitdin. 39 yaşım var. Allah sən. Tragic old. Dəhşət. Dehşet. Dəhşət old. Just give me her Instagram. Great. She said that I can ask her questions. Maybe I will ask. But they write here that you are strongly built. Yes, it is in here. Azərbaycan oğlu ya. Bir iki saat demək diriyib ki, gedə işğal edeyim. Mən deyirəm yox, olmaz, olmaz. Amma yox, istəyir. Ula şokolad istir. Dehşet. Don't Memo let- çok pizdir. Çünkü Niyə? Niyə Memo pisdir? çünkü Memo don't want to buy for me. Chocolate. Nəsə millət, beləliklə videonun sonuna gəlirik. Bugün belə idi. Hələlik millət, özünüzə yaxşı baxın, görüşərik.